Efirimiz davam edir. Studiyada qonağım Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzinin İdarə Heyətinin üzvü Millət Vəkili Gülşən Paşayevadır. Gülşən xanım, xoş gördük sizi və sizin də bildiyiniz kimi Ermənistanın ikinci prezidenti Robert Koçaryan yenə müsahibə verib və o müsahibəsində uydurma fikirlər səsləndirib. Və təbii ki, burada bir əsas məsələlərdən də biri ondan ibarətdir ki, 2026-cı ildə Ermənistanda parlament seçkilərinin keçirilməsi gözlənilir. Və belə iddialar da var ki, bu gərginliyin mərkəzində məhz o seçkilər öncəsi yaranan ab-hava ilə bağlıdır. Siz necə düşünürsünüz? Robert Koçaryan bu cür müsahibələr, bu cür ümumiyyətlə uydurma fikirlər səsləndirməklə seçki prosesinə necə hazırlaşır? Əlbəttə, tam düz buyurursunuz Nəbidə xanım. Yəni, əgər biz sizi ilə baxsaq, 2021-ci ilin iyunun 20-sində vaxtı ilə Ermənistanda parlament seçkiləri keçirildi və ondan 5 il sonra, yəni gələn il iyunda, yenidən bu parlament seçkiləri keçirilməlidir və əlbəttə ki, bu son hadisələr ki var, məhz Robert Koçaryanın da müsahibələri, bu ilk deyil, bundan əvvəl də müsahibələri olub onun. Bu onu göstərir ki, məhz onun partiyası, yadınızdadırsa, parlamentdə də Paşinyanın partiyası 71 səslə orada təmsil olunur. Onların partiyası 27 səslə. Ona görə bu ikinci, o vaxtda, o ilk 21-ci ildəki seçkilərdə də ikinci idi öz əldə etdiyi səslərə görə. Ona görə əlbəttə məhz onun yenidən fəallaşması və hakimiyyətə bu dəfə artıq gəlmək elə bir ki, fikirləri ilə bağlı. Bu, həmin o müsahibədə özünün necə gözəl bir namizəd olmasını açıq formada göstərir. Ona görə bəli, biz bunu məhz yaxın dövrdə mən elə gəlir, üzümüzə gələn bir il ərzində bu cür müsahibələrlə hələ çox rastlaşacaq. Hətta qarşı durma həddinə gəlib çatacaq səviyyədə. Bəli, tam razıyam. Və bir məsələ də var ki, belə bir iddialarda səslənir. Ümumiyyətlə, Robert Koçaryan, Ermənistanın hazırki baş naziri, Nikol Paşinyana qarşı da fikirlər səsləndirir və siz də xatırlayırsınızsa, hətta bir neçə müddət bundan əvvəl Ermənistanın o keçmiş hərbi xunta üzvləri bir Paşinyanla bağlı geniş müsahibələr verdilər. Onlar ümumiyyətlə bu hətta Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı da öz fikirlərini bildiriblər və onlar görünən odur ki, sülh prosesinə həm də bir maneə yaradırlar. Burada Paşinyanı həm də qərbə meyilli olmaqda ittiham eləyirlər. Bu hansı nəticədən irəli gəlir? Buna səbəb nədir ki, onlar Paşinyanı qərbə meyilli olmaqda ittiham eləyirlər? Rusiya faktoru burada nə dərəcədə rol oynayır? Bəli, tamamilə düz buyurursunuz. Əgər biz sizi ilə baxsaq, Paşinyan əlbəttə ki, bu 21-ci ildən bugünə kimi apardığı siyasət əlbəttə bir tərəfdən daha çox qərb yönümlüdür, nəinki Rusiya yönümlü. Bunu biz hamımız başa düşürük və bu baxımdan əlbəttə ki, son dövrdə Rusiya-Ermənistan münasibətləri doğrudan da çox gərgin həddə gəlib çatıb. Çünki yadınızdadırsa hələ keçən ildən başlayaraq onlar öz fəaliyyətini KTMT-də, yəni kollektiv təhlükəsizlik müqaviləsi təşkilatında dondurmuşdular. Martdan artıq o KTMT-də bunlar ümumiyyətlə artıq maliyyə vermirlər o təşkilata öz bir üzv olaraq və o istiqamətdə əlbəttə vəziyyət, yəni təhlükəsizlik baxımından bir tərəfdən onlar özlərinin təhlükəsizliyi, adətən yadınızdadırsa onu Ermənistanı məhz Rusiyanın forpostu adlandırırdılar məhz bizim regionda. Onlar isə indi təhlükəsizliyi daha çox diversifikasiya eləmək istəyirlər. Yəni məhz Paşinyan iqtidarı və get-gedə Rusiya tərəfdən daha çox qərbə yönülüm həyata keçirirlər fəaliyyət və siyasət. Və bu baxımdan əlbəttə siz düz buyurursunuz ki, Koçaryan bu mənada onları məhz qərb yönümlü bir siyasət apardıqlarına görə də tənqid eləyir və Rusiya ilə strateji münasibətləri daha da artırmaq, bərpa etmək və məhz Rusiya-Ermənistan münasibətlərinə daha çox diqqət verməyi öz müsahibəsində də əsas elə bir, necə deyim, istiqamət kimi qoyur və inanır ki, ancaq əlbəttə bu bir qədər şübhə doğurur, nə dərəcədə Ermənistan seçicisi məhz bu fikirlərlə razılaşacaq və sonda o hakimiyyətə gələ biləcək.
Əsas məsələ odur. Təbii ki, bu fikirdə onlar səsləndirdilər. Hər halda təzadlar da çoxdur Robert Koçaryanın səsləndirdiyi fikirlər arasında. Xatırlayırsınızsa, bu ilin səhv eləmirəmsə yanvar yoxsa fevral ayları idi. Ermənistan parlamenti Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı sənədi qəbul eləmişdi və həmin dönəmdə də Robert Koçaryan yenə çıxıb özünə yaxın kütləvi informasiya vasitələrinə müsahibə vermişdi və həmin müsahibədə də o bu məsələ ilə bağlı öz narahatlığını ifadə eləmişdi. Amma sonuncu müsahibəsində səhv eləmirəmsə kollektiv təhlükəsizlik müqaviləsi təşkilatında Ermənistanın rolunun artmasını qeyd edib və sizcə Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi və yaxud da Rusiya tərəfindən geri addım atması, bunların hansı Ermənistana xal qazandırır və bir müsbət hal kimi onun daxilində nələrsə dəyişə bilər? Əgər biz sizinlə bu suala cavab vermək istəyiriksə, ən azı orada keçirilən hansısa sorğulara diqqət verməliyik. Bu yaxında martda aparılan deməli sorğular göstərir ki, əgər bugün məsələn seçkilər keçirilsəydi, deməli Paşinyanın vətəndaş müqaviləsi deməli partiyasına 12%-ə qədər səs verərdilər. Koçaryan və ya başqaları əlbəttə bu qədər faiz toplamırlar, xeyli azdır bu faizdən. Ona görə Ermənistandakı seçici müəyyən hissəsi 100%, bir məlum deyil, nə qədər faiz ola bilsin ki, bir yarısı hələ də heç kimi seçmir və ümumiyyətlə seçkilərdə iştirak bəlkə də etməkdə maraqlı deyirlər. Çünki onlar ümumiyyətlə bu partiyaların heç birinə inanmırlar. Yəni kimsə Paşinyandan narazıdır, kimsə ümumiyyətlə müxalifət partiyalarından narazıdır. Ona görə də Ermənistanda əhalinin böyük bir kütləsi ümumiyyətlə bu proseslərdə hələ də maraqlı deyil. Ona görə də ola bilsin ki, həm Koçaryanın fəallaşması, həm də inanıram ki, Paşinyanın, iqtidarın gələcək aylarda fəallaşması, əgər əhalinin səsini qazanmaq istəyirsə, hansısa bir fəaliyyətlə, siyasətlə onu aparmalıdırlar ki, məhz o hələ də heç bir qərar qəbul etməyən seçicinin səsini bir ildən sonra qazansınlar. Əslində biz alışmışıq Azərbaycanın əldə etdiyi uğurlardan sonra Ermənistan daxilində yaranan gərginlik, hər hansısa bir təxribatlara yol verilməsi. Elə ötən həftə Tiranada Avropa Siyasi Birliyinin 6-cı samiti keçirildi və həmin samitdə təbii ki, o işgüzar səfərdə Azərbaycan prezidenti də iştirak elədi. Bütün o görüntülər bütün dünya gündəminin mərkəzində idi və belə də iddia var ki, Robert Koçaryan məhz həmin o zirvə görüşündən sonra, həmin o samitdən sonra daha da gərginləşib və Paşinyanın obrazında hər halda siz müşahidə elədiniz, izlədiniz. Bu versiyalar da var. Nə dərəcədə doğrudur? Ola bilər. Burada müəyyən məna var. Niyə görə? Bax, gəlin sizlə məntiqlə fikirləşək də. Yəni ki, bir tərəfdən artıq həm cənab prezident, həm də Paşinyan özü yaxınlaşdı bizim prezidentimizə və özü bax, hansısa bir elə bir ki, söhbət eləmək marağında idi. Bunu biz hamımız gördük və bu mənada heç bir üçüncü tərəf olmadan artıq iki dövlət başçısının ən azı hardasa oturub söhbət eləməsi bu özü müsbət bir haldır. Yəni uzun bir münaqişəli vəziyyətlə biz 30 ildən çox işğal edilmiş bir dövlət olaraq və bir tərəfdən özümüz öz gücümüzlə qələbə çalaraq öz ərazimizi artıq bunlardan, bu ermənilərdən, yəni Ermənistanın işğalçı siyasətini özümüz məhv edərək suverenliyimizi təmin etdikdən sonra bu artıq müsbət bir trenddir ki, artıq Ermənistan məğlub bir tərəf kimi, yəni revanşa yox, daha çox hansısa bir danışıqlara meyillidir Azərbaycan tərəfi ilə və eyni zamanda hamı başa düşür ki, burada qarşıda bizim sülhlə bağlı sənəd qarşıdadır və hər iki tərəf o sənədi, Azərbaycan tərəfinin iki vacib şərti var ki, Ermənistan o şərtləri qəbul eləməlidir ki, biz o sənədi imzalayaq və nəhayət bu bölgədə davamlı bir sülhün yaradılması üçün əsas çox vacibdir ki, olsun. Çünki uzun bir dövr ərzində bu mümkün deyildir və hər iki dövlət bir-birini tanımır. Yəni bizdə diplomatik münasibətlər də yoxdur. Ona görə o sənədin adı da məhz iki dövlət arasındakı münasibətlərin qurulması və sülh adlanır. Yəni burada biz ancaq sülh yox, eyni zamanda Ermənistan və Azərbaycan arasındakı münasibətlərin qurulmasından da söhbət gedir həmin o sənədin məğzində də, adında da. Ona görə də əlbəttə hər iki dövlətin, dövlət başçısının hansısa bir sülh əldə etməsi
Koçaryan və ümumiyyətlə bütün Ermənistan müxalifəti üçün böyük bir zərbədir. Və elə həmin o müsahibədə də Koçaryan göstərir ki, o belə bir sülhün imzalanmasına inanmır. Lap o inansa da o hansısa bir kağızdır, sənəddir. Ancaq o Paşinyan üçün bir hakimiyyətdə qalmaq üçün bir sənəd ola bilər. Ümumiyyətlə onun əsas mesajı odur ki, bu tam mənada sülh olmayacaq. Hətta elə bir sənəd imzalansa da. Ona görə bu onu göstərir ki, əlbəttə onlar çox qorxurlar ki, Paşinyan Azərbaycanla və Türkiyə ilə öz münasibətlərini normallaşdırsa, artıq onların əlində heç bir imkan olmayacaq ki, gələcəkdə hansısa bir nədənsə istifadə edərək hakimiyyətə qayıtsınlar. Və bir məsələ də var, biz təbii ki, sülh mətninin artıq başa çatdığını deyirik, təbii ki, bu artıq başa çatıb, növbəti mərhələ sülh müqaviləsinin imzalanmasıdır. Və sizcə, biraz öncə də qeyd edirik, gələn il Ermənistan üçün siyasi sferada gərgin bir il kimi xarakterizə olunur, çünki parlament seçkiləri keçiriləcək. Sizcə, Paşinyan həmin ərəfəyə qədər sülh müqaviləsinin imzalanmasına çalışacaqmı? Təbii ki, burada əsas Azərbaycanın o şərtləri var. O şərtlərin yerinə yetirilməsindən sonra bu baş tutacaq. Yəni, sizcə bununla bağlı Paşinyan hər hansı bir addım atacaqmı? Çünki son dönəmlərdə də bəzi uydurma fikirlər səsləndirib Paşinyan. Bu baxımdan soruşuram. Mənə elə gəlir ki, orada bir sıra çətin məsələlər var. Mənə elə gəlir ki, ən çətin məsələ konstitusiyanın dəyişdirilməsi ilə bağlıdır. Çünki Azərbaycan tərəfi bunu tələb edir və onlar da konstitusiyanın məlum müvafiq istinad ki var, onların müstəqillik haqqındakı deməli bəyannaməsinə o edilir. Preambulu hissəsində konstitusiyanın o ən böyük problemdir və onlar onu referendumdan etməlidirlər. Ermənistanda keçirilmiş referendumdan və o referendumdan bütün konstitusiyanın bəzi hissələrini onlar dəyişdirmək istəyirlər və hətta bu ideya indi yox, hətta 18-ci ildən Paşinyan iqtidar hakimiyyətə gələndən sonra o daim deməli məhz konstitusiyanın dəyişdirilməsinin tərəfdarıdır. Ancaq o qədər də asan iş deyil, çünki birinci referendumun özünün keçirilməsi vacib bir elə bir ki, necə deyim, siyasət olmalıdır ki, ölkədə yəni hamı böyük həm maliyyə, həm təşkilati məsələlərdir bunlar hamısı. Ona görə də ola bilsə referendumun keçirilməsini də onlar başa düşürlər ki, bu saat, bu dəqiqə onlar necə keçirdəcəklər, bu böyük sual doğurur. Ona görə ən çətin məsələ məhz konstitusiyadakı müvafiq həmin o hissənin oradan çıxarılmasıdır ki, bu Azərbaycanın vacib şərtlərindən birinci şərtdir və ikinci şərt əlbəttə Minsk qrupunun ləğvi ilə bağlıdır ki, bununla bağlı artıq o özü bir neçə dəfə Paşinyan qeyd edib ki, o hazırdır ki, elə həmin gün ki, əgər hər iki tərəf imzalasa o sənədi, elə həmin gündə onlar məhz Minsk qrupunun ləğvi ilə bağlı o sənədi də imzalaya bilərlər, hər iki dövlət başçısı. Yəni, o eyni zamanda baş verə bilər. Yəni, bu onun özünün təklifidir, bu ikinci bizim şərtimizlə bağlı. Ancaq birinci şərtlə bağlı hələ də vəziyyət tam müəmmalıdır. Yəni, Ermənistan tərəfi bunu necə edəcək, hansı yollarla edəcək, o vacibdir. Və mənə elə gəlir, üçüncü vacib bir məsələyə də biz diqqət verməliyik. Düzdür, o bir başa sənəddə yoxdur. Yəni, söhbət biz əgər məhz sülhlə bağlı həmin o bizim sənədimizdən, müqaviləmizdən danışırıqsa, burada söhbət məhz kommunikasiyaların açılması ilə bağlıdır ki, o da gəlib Zəngəzur məsələsinə çıxır və Zəngəzur məsələsi olduqca vacib bir, mənə elə gəlir ki, iki tərəfli münasibətlərin normallaşması prosesində də vacib bir rol oynayır. Düzdür, o müqavilədə yoxdur, ancaq biz əgər deyiriksə ki, əvvəlcədən bu məsələ Azərbaycan üçün olduqca vacib və böyük əhəmiyyət kəsb edir, Ermənistan tərəfi bu ilə bağlı hansısa bir münasibət də ortaya qolsa heç də pis olmaz. Yəni, əgər biz götürürüksə Paşinyan hakimiyyətinin məhz seçkilərə qədər hansısa bir müsbət nəticələr əldə etməsi baxımında. Ona görə mənə elə gəlir, bəlkə də gələcək aylarda məhz bu hakimiyyət bu istiqamətdə də hansısa bir tərəqqi əldə etmək üçün bəlkə də çalışacaq. Seçki öncəsi, yəni hələ seçkilərə bir il var, amma Ermənistan daxilində biz o gərgin ab-havanı müşahidə edirik. Hələ ki, keçmiş, yəni Ermənistanın keçmiş prezidenti, yəni ikinci prezidenti Robert Koçaryanın biz bu gərginləşməsini müşahidə edirik. Hələ yəni istisna deyil ki, digər keçmiş rəhbərlər də Koçaryana qoşulacaqlar, onun fikirlərini dəstəkləyəcəklər. Sizcə, seçki öncəsi Ermənistanda kənar qüvvələrin, yəni kənar təzyiqlər olacaqmı? Bu gözləniləndirmi sizcə?
Nə üçün də yox? Yəni biz başa düşməliyik ki, seçki elə bir prosesdir ki, orada əlbəttə ki, Paşinyandan narazı olan tərəflər həm daxildən, həm xaricdən onlar fəallaşacaqlar və bu baxımdan oradan müvafiq hansısa proseslərin baş verməsi biz gözləyə bilərik. Yəni proseslər nədən ibarətdir? Bir tərəfdən Koçaryan öz ətrafında onu dəstəkləyən qüvvələri birləşdirə bilər və bu baxımdan nə dərəcədə Serj Sarkisyanın partiyası bu mənada ola bilsin, hardasa da birləşə bilərlər, yəni ümumi vahid bir platformadan çıxış etmək baxımından. Eyni zamanda kənardan qüvvələr birbaşa, məsələn, həmin o müsahibədə o qeyd eləyir ki, mən bayaq qeyd etdiyim kimi Rusiya ilə strateji münasibətləri artırmaq lazımdır və eyni zamanda İran komponentini də ortaya gətirir ki, bəs İran da çox vacibdir, biz hətta üç tərəfli münasibətlər gərək fikirləşək, Ermənistan, Rusiya və İran istiqamətində çalışmaq lazımdır, geosiyasi tərəfdaşlara arxalanmaq lazımdır, o münasibətləri gücləndirmək lazımdır və bu onu göstərir ki, əlbəttə Koçaryan yenə də keçmiş 98-2008-ci illərdəki həyata keçirdiyi elə bir ki, həm geosiyasi baxımdan Ermənistanın, həm də daxili siyasət baxımından münasibətlərini ortaya qoymaq istəyir, ancaq bir səhv, böyük bir səhvə yol verir ki, mənim fikrimcə, nə bugünkü Ermənistan, həmin Ermənistandır, nə bugünkü Azərbaycan, həmin Azərbaycandır, nə ümumiyyətlə region, həmin regiondur. Yəni, regional konfigurasiya o qədər dəyişib ki, Paşinyanın fikirləri bir qədər... Keçmiş qərarlarla Koçaryan sanki hərəkət edir. Bəli, yəni o keçmiş narrativləri gətirir və o narrativlərə mən inanmıram ki, bugünkü Ermənistanda kimsə inanacaq. Doğru. Və bir məsələ də var ki, bildiyiniz kimi, bir müddət əvvəl Gürcüstanda bir gərginlik müşahidə olundu və orada hətta Qərbin bəzi qüvvələri Gürcüstanda çaxnaşma səviyyəsinə gətirib çıxartdılar prosesləri. Ermənistanda belə bir hal yaşana bilərmi sizcə? Mənə elə gəlir ki, istər-istəməz siz bayaq qeyd etdiniz Tiranadakı deməli, Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısını. Mənə elə gəlir ki, Qərbin özünün də bu regiona artıq münasibəti get-gedə dəyişməkdədir. Yəni ki, əgər biz əvvəl o ayrıcı xətlərdən söhbət gedirdisə, cənab prezident bunu daim qeyd edirdi öz çıxışlarında ki, Qərb bəzən çalışırdı ki, burada hansısa Ermənistan və Gürcüstanı ayırmaqla hansısa bir regionu yenidən hansısa bir yeni bir fragmentar bir vəziyyətə salmaq istiqamətində çalışırdı və Gürcüstandakı prosesləri də biz o istiqamətdə götürə bilərik. Ermənistanda da məsələn müəyyən mənada siz bayaq qeyd etdiyiniz Ermənistanda keçirilən vətəndaşlar tərəfindən elə bir onun Avropaya yönəlmək baxımından münasibətin ortaya qoyulması və hətta parlamentdən də belə bir qanunun qəbul edilməsi onu göstərirdi ki, bir tərəfdən əlbəttə Avropa istər-istəməz Ermənistandakı bu arzu və istəkləri görərək daha çox Ermənistanı, onu daha yaxın özünə hesab edə bilərdi. Ancaq mənə elə gəlir ki, son dövrdə və məhz Tiranadakı görüşdən sonra hiss olunur ki, artıq Avropada başa düşür ki, məhz burada bir sıra faktorlar təsir edir ki, Cənubi Qafqaz bir region olaraq, siyasi region olaraq onlara daha məqbul ola bilər, nəinki onu parçalamaq və hansısa ayrı-ayrı ölkələrlə müvafiq siyasət aparmaq. Ən düzgün yol burada Ermənistan və Azərbaycan arasında sülhü əldə etməkdir ki, məhz beləliklə də bu region tam mənada firavan, sülh və inkişaf baxımından daha böyük nailiyyətlər əldə edə bilər və bu Avropa üçün də olduqca vacibdir. Mən təşəkkür edirəm sizə Gülşən xanım. Təbii ki, seçki öncəsi bu cür gərginliklər çox olacaq. Hələ ki, biz ikinci prezident Robert Koçaryanın müsahibəsi ətrafında danışdıq. Hələ bilmək olmaz ki, digər keçmiş rəhbərlər də hansı fikirləri, hansı uydurma fikirləri səsləndirəcəklər. Mən sizə təşəkkür edirəm. Çox sağ olun. Buyurun. Belə xatırladım ki, qonağım Beynəlxalq Münasibətlərin Təhlil Mərkəzinin İdarə Heyətinin üzvü, millət vəkili Gülşən Paşayeva idi. Biz Gülşən xanımla Ermənistan daxilində yaranan gərginlik barədə danışdıq.